Selam ve selam ve saygılar aziz ve değerli soydaşlarımız. Dünyanın arasında varsınız hamımıza selamlıyor. Hamımıza can sağlığı arz ediyor. Güney Azərbaycan Qurtuluş Partiyasının Qurtuluşun sözüyle birlikteyim. Ben Eldar Qaradağlı. Aziz soydaşlarımız, iki verilişimizde demək ki, Güney Azərbaycanımızın batı bölgəsini və ümumiyyətlə Güney Azərbaycanımızı təhdid edən Kürt gərnəşməsi, ümumiyyətlə terror dəstələrinin, Kürt terror dəstələrinin bir tərəfdən, digər tərəfdən isə Cümhur İslamının birbaşa amillərinin bu bölgəyə, bu məntəqəyə hakim olma cəhdlərini sizlə birlikdə paylaşdıq və burada demək ki, Şərifi Zindəşdi, Naci Şərifi Zindəşdi və onun şəbəkəsi, terror şəbəkəsinin nə böyüklükdə rolu olduğunu sizinlə birlikdə çox xülasə olaraq paylaşdıq. Çünki bu bir böyük bir dizidir və bu dizinin demək olar ki, bəlkə də yüzlər saatinin bunun üzərində danışmaq mümkündür, olar. Ancaq bizim işimiz o deyil. Bizim işimiz bu mafiyacılarla ya mafiyalarla demək ki, üzbəgöz etmə olmaq deyil. Sadəcə bizim ilgiləndirən Azərbaycanımızın sərnövişti durumu, vəziyyəti tale edir ki, bu mafiyaların əli ilə demək darmadağın olmağa məhkum olubdur. Cümhur İslamı nə qədər varsa, bu Cümhur İslamının törəmələri nə qədər varsa, təəssüflə bizim Güney Azərbaycanımıza xoş bir gün əhval olmayacaqdır. Və bu baxımdan da orada uyumumuzu demək ki, bu şəbəkənin mərkəzi etmək, uyumunu bölgənin, məntəqənin qaçaq və heroin demək ki, şəbəkəsinin mərkəz manşrutu elan etmək ya rejimin öz əli ilə bu şəbəkənin uyumunun tam göbəyində böyük bir imarəti, böyük bir demək ki, bölgəni, məntəqəni zindəşliyin əlinə vermək və orada bunlar hardasa imarət salıblar, hardasa demək olar ki, ağ ev salıblar. Yəni bəlkə mən deyə bilirəm ki, bu Vaşinqtonda olan ağ evin hardasa demək olar ki, kopyası olaraq bu bölgədə salıblar və oradan biz tezliklə sizə görüntülər də verəcəyik inşallah və sağlıq olsun bu məsələyə. Yəni biz demək istəyirik ki, bu şəbəkə bizim üçün sadəcə bir terror şəbəkəsi, sadəcə bir mafiya, terror, narkotik mafiya deyil, bəlkə bölgəmizi, məntəqəmizi və gələcəyimizi tam olaraq təhdid altına salmaqdır. Ben devam edim. Demək ki, biz buradan dedik ki, 2014-cü ildə Nur adlı bir gəmidə 3 uluslararası baron tutuklandı. Bu xəbər çox geniş olaraq Türkiyədə yayıldı və bu baronlar Urfi yüz istəyirəm, Urfi Çatınkaya, Naci Zindəşdi, Orhan Unqar 3 böyük qaçaqçı baronları idi ki, bunların demək ki, bir yerdə olması hər üçünün də gizli qaranlıq şəbəkəsində nə böyüklükdə demək ki, işlər gördüyü bir halda üzə çıxdı. Və çox qəribə bir şeydir ki, bunların ümumiyyətlə yanlarında Tolga Hakan Ceyhan adında bir Türkiyə vətəndaşı vardı. Tolga Hakan Ceyhan bunların hər üçünün də qara qutusu kimi idi. Yəni demək olar ki, bu 3 baronun hər üçünü də əlində saxlamış və bu 3 baronu bir-birinə vurdurmaqda çox böyük bir cəsarət harca vermişdi və nəhayət bunun demək olar ki, son aşamada Zindəşdinin tərəfinə keçib və Zindəşdinin intiqamını Orhan Unqandan alma planı İstanbul'un köyündə Bakı köyündə
bir restoranda üz verir ve bunun amilləri, yəni zindəşliyin amilləri bu Ceyn vasitəsilə Tolga Hakan Ceyhanın təşkilatçılığı və sazmandehliyi ilə orada İlhan Unqa adında bir şəxsi terror edirlər. Bu İlhan Unqa kimdir? İlhan Unqa demək ki, Orhan Unqanın, yəni Şərifinin qızının öldürülməsində əli olan şəxsin qardaşıdır. Yəni demək ki, sən mənim qızımı öldürdün, mən də sənin qardaşını öldürürəm deyə və bunların hər ikisinin də terrorunda əli olan bir Tolga Hakan Ceyhan var. Bu Tolga Hakan Ceyhan dediyim kimi hər üçünün də, yəni Urfi Çətinkaya ki o gəmidə tutulur və eyni zamanda Tolga Orhan Unqa və Zindəşli hər üçünün də bu qara qutusu sayılır. Və çox qəribə bir şeydir ki, bu nəhayət Zindəşlinin Türkiyədən qaçmasından sonra Zindəşlinin himayəsi ilə Türkiyədən qaçır və Zindəşli ilə birlikdə orada olur, müddətlər orada olur. Nəhayət bir il bundan öncə yəni tutulub və rejimin tərəfindən, yəni İran rejiminin tərəfindən Türkiyə ilə o anlaşma müqavilə ki vardı, yəni cinayətkar anlaşması vardı, dəyişməsi, əvəz etməsi vardı. Bu demə Türkiyəyə verilir. Amma Türkiyənin sadəcə bunu istəmir. Türkiyə 3 nəfəri istəyir İrandan və o cinayət anlaşması əsasında 3 nəfərin ikisi verilir, birisi verilmir və Cümhur İslamı açıq aydıncasına elan edir ki, mən o bir nəfəri verməyəcəm. O bir nəfərin də adı verilmir. Heç bir yerdə bir nəfərin adı verilmir. Ancaq Türkiyədə bir 3 dəfə müəbbət cəzası alan bir zindəşli vardı və bu nə zaman üz verir? Bu daha doğrusu 2018-ci ildə zindəşli son dəfə olaraq Türkiyədə tutulub və hardasa demək olar ki 2 ton 100 kilo heroin qaçaqçılığında tutulur və orada cəzaevində dediyim kimi məhkum olur. Çox qəribədir ki, o məhkumiyyəti, müəbbət məhkumiyyəti birdən-birə demək ki, qazi vasitəsilə silinir və ümumiyyətlə bu qazının son zamanlarda bəlli olur ki, bu qazı təhdid olunmuşdur. Əlbəttə özünün ilə demək ki, necə deyim, etirafı ilə ki, mən təhdid olunmuşdum və bu təhdid vasitəsilə mən məcbur qaldım ki, zindəşini neyniyəm, azad edəyəm. Çox qəribə bir şeydir. Bu kimdən təhdid olunmuşdu? Hardan təhdid olunmuşdu? Kimin vasitəsilə təhdid olunmuşdu? Bir daha elan etmək istəyirəm ki, Məkkə Zindəşli 2018-ci Nisan ayında, yəni 2018-in bu şəxsi görürsünüz. Bu şəxsi həman demək ki, yox, bu şəxsi fərqli bir şəxsidir. Təbii ki, bu da elə o şəbəkənin Ceynəndir, birindəndir və bu da qara qutu kimi elan olunur. Ancaq adın dəyişmiş və adı ola bilsin ki, həman Tolga Hakan Ceyhandır ki, adın demək ki, orada alıbdır. Tolga Türkiyədə alıbdır. Ancaq burada daha çox xəbərim yoxdur ki, bu şəxsi o şəxsidir ya deyil. Amma qiyafələri təqribən demək olar ki, bir-birinə oxşur. Nəysə, biz keçək demək ki, bu zindəşli son olaraq Nisan ayının, 2018 Nisan ayının 19-unda tutulur, uyuşturucu cinayət kimi suçlardan demək ki, müəbbət alır və dolayı tutulanından bəzi deyimlərə görə
bəzi deyimlərə görə bu əlbəttə ki deyimdir. Hər halda Türkiyənin rəsmi qəza xəbərləri burada deyil. 3 dəfə əbəd cəzasına məhkum olur. Ancaq nə olur ki, demək 6 ay sonra bunu həmin o 3 dəfə cəza məhkum edən məhkəmə azad edir. Onun azadlığı buraxan qazi isə o zaman Cumhurbaşkanı fəxri danışmanı olur Görhan Quzu. Görhan Quzu ya Gurhan Quzu demək olar ki, o zaman Cumhurbaşkanının fəxri danışmanıdır. Orhan Quzu əlbəttə ki, sonralar özü məhkəməyə verilir. Sonralar özünün daha doğrusu məhkəmədə məhkum olması önə çıxır. Ancaq orada deyir ki, məni təhdid elədilər. Dediyim kimi, kim təhdid elədi? Böyük yerdən təhdid gəlir. Yəni, bu mafiya təhdidi deyil, çox böyük bir yerdən gəlir və məhkəmə hər halda yenidən Zindəşdini tutuklama əmri verir. Azad olandan sonra Zindəşdini tutuklama əmri verir və Zindəşdi daha artıq demək olar ki, gözlərdə deyil, göz qabağında deyil. Ancaq iş işdən geçmiş və Zindəşdi əlini, qolunu sallayaraq daha doğrusu 1994-cü ildə İrandan qaçmış vəziyyətdə yenidən İrana gəlir. Ancaq İrandan qaçan demək ki, Zindəşdi deyil, İrandan qaçan adam bir başqa adınandır. Ancaq İrana dönüş yapan adam böyük bir şəbəkə başkanı olan, böyük bir casusluq, böyük bir üzr istəyirəm, necə deyim, mafiya başçısı baron olaraq İrana əli qolu sallar, dönür və 26 il Türkiyədə jeopolitika siyasətinə olur, daha doğrusu qarışır. Yenə demək istəyirəm ki, bu Balyaz məhkəməsində orada gizli olur, gizli şahidi olur və bu gizli şahidi də orada olan verdiyi yalan şeylərə görə, demək ki, şəhadətə görə bu olur, cəzalanmır, eyni zamanda təşviq olunur və dediyim kimi 6 aydan sonra zindandan müəbbət qəzası yeməsinə baxmayaraq azad olunur və sonra Ergenekon kompaslarında bu yenə də demək ki, orada tutulanların əleyhinə gizli tanık olur və nəhayət bunun demək bu FETÖ ilə əməkdaşlığı, işbirliyi üzə çıxır və üzə çıxınca FETÖ bunun demək ki, çalışır ki, neynəsin, bu həyatına son vermiş olsun da bu hadisələr ittifaqən dediyim kimi çox belə bu bir serialdır. Bu serialı necə deyim, indi televizyonda baxmaq olar. Elə bu şəbəkələr ki vardılar, bu şəbəkələrin bu vaqeyi, bu gerçək şəbəkələrin üzərindən oynayırlar, oxuyurlar. Amma nə yazıq ki, biri bizə rastlayıbdır. Biri bu şəbəkələrin Azərbaycanımızın güneyində xalqımızın, millətimizin gələcəyini qaratmağa, gəncliyimizi qaratmağa, urmunu terror və eyni zamanda heroin mərkəzinə çevirməsində böyük bir rol oynamaqdadır və bu rolda da Cumhur İslamının çox böyük əli var. Stratejisinin təqribən demək olar ki, bir tərəfi təşkil edir. Umarıq ki, bizim bu demək ki, açıqlamalarımız əziz dostlarımıza, əziz bizi izləyən insanlarımıza belə bir yol açsın ki, özləri getsinlər bunu mütaliə eləsinlər, özləri getsinlər bu qaranlıq dünyanın bizə necə bulaşmasını tapsınlar və orada olan gəncliyimizə, orada olan insanlarımıza insanın bu şəxsin xəyyir deyil, bu şəxsi bir cinayətkar olduğunu
desinlər və xalqımızı, millətimizi şərqilərdən uzaq saxlasınlar. Bir daha hamımızı salamlayıb, bir daha hamımıza can sağlığı arz edirəm. Gələn verilişlərə qədər sağ və səlamət qalın.